Rose is my name. I just focus so they call me young Nicky Jiminy. Rappers in the good cause they feeling me. I give zero fuck and I got zero chillin' me. Tiffany, cop the box that say Tiffany. Hurry with the shot, just tell them to call me Stephanie. Gun pop, and I make my gun pop. Clean it back, I'm on the run pop. Keep talking way too much. Say I should give them up. Can't hear them now, cause I've been there. İnsanlar birbirine el uzat. Sen gözünden Ne tehmine de sağlık. Namus bugün. Üzümle danışıp sevgi gururdan üstün kalbimi olmuş ruhumu sarmış büsbütün ben ne zamandır yaşadığımla barışıp ben tamam biraz özümle danışıp sevgi Çoxumuzun arzusudur ki, çayımız həmişə isti qalsın. Amma belə olmur. Suyun fiziki xüsusiyyətləri temperaturla müəyyən edilir və dəyişdirilə bilməz. Belə olmur. Cemil və ekspertdən. bir vaxtlar sevmeyi öğrendim. Ele öğrenen kimi seni sevdim. Gözlerimiz parıldayır ikimizi. Hey, indi görünler eyleydim mi? Anladım ki hiçbir kadında olmuş sevgi senin tadında. Aşıklar kum kimi ahlı yarında. Eser sirri yazarındadır. Bela olmuş
içimi yine doymur. Ne olardı barışardı, gelip açıp içimi danışardım. İşte belki buralara yine gelse, elimde kalem yazarım bu da adımızı bir uşak kimi. Böyle olmur, yerin dolmur, içimi yine doymur. Ne olardı barışardı, gelip açıp içimi danışardım. İşte bilge buralara yine gelse, yerinde gelen yazarım bu da adımızı bir uşak kimi. Yaşıl vərdişlər həmişə dərdədir. Təbiəti sev, planetə qulaq as. Planetin istənilən yerində bizi onlayn dinlə. planetfm.az. Emosional gərginlik nəticəsində sosial əlaqələrdən müvəqqəti uzaqlaşmaq. Süni intellekt küçük getdi ifadəsini belə izah edir. Yaxşısı budur. Bu barədə Vanı dinləyək. Pınar Hazel və Nigar Xəlil küçük getdi. Göğsünde ay dolanır, yerde yürür gül çiçek. Gören haçan bir de yarım kapımızdan geçecek. Gören haçan bir de yarım kapımızdan geçecek. Yaşıp geçti yarım benim, yollar battı dolmana. Ah niye öz eşkimi üstemedim ben ona. Ah niye öz eşkimi üstemedim ben ona. Sanki beni yandırır, düşündükçe hicran olur, yüreğimi yandırır. Düşündükçe hicran olur, yüreğimi yandırır. Ellerimden içinden bakır o da yollara. Ah niye öz eşkimi üstemedim ben yara. Ah niye öz eşkimi üstemedim ben yara. Baharımı gören görür, pencereme bir de yar. Yüreğimi saldı beni, bir sağlamaz derde yar. Yüreğimi saldı beni, bir sağlamaz derde yar. Göğsünde ay dolanır, yerde yürür gül çiçek. Gören haçan bir de yarım kapımızdan geçecek. Gören haçan bir de yarım kapımızdan geçecek. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi təqdim edir.
Dilimizdəki sözlərdən düzgün istifadə edib, dilimizdə düzgün danışan adam bəxtəvərdir. Bəxtəvər nə deməkdir? Bu sözü xoşbəxt, bəxtli, naləli sözlərinin sinonimi kimi istifadə edirik. Xaqani Şirvaninin Oldu rədifli qəzəlinin məktəb beytində deyilir. Xaqani, sevin, indi yarın rəhmə gəlibdir. Bundan sonra könlün deyəsən, bəxtəvər oldu. Bəxtəvər sözü fars mənşəlidir. Bəxt və avər, yəni gətirmək məstərindən yaranıb. Bəxtəvər başına ya da bəxtəvər başın ifadəsini isə çox vaxt istehza ilə işlədirik ya da kiməsə həsəd aparmaq mənasında deyirik. Məsələn, Qasım Bəzakinin yazdığı kimi, bəxtəvər başına o kimsənənin gözəllər yanında etibarı var. Gəlin dilimizdəki sözlərdən düzgün və yerində istifadə edək. Azərbaycan Dili rubrikasını Mədəniyyət Nazirliyi təqdim etdi. Planet FM'də cəmi bir reklam. Az faizli yaz kreditini qarşıla. Bir bankda nağd kredit artıq 6%-lik endirimlə verilir. 30 aprelədək müraciət et və 50.000 manatadək kredit əldə et. Üstəlik krediti bir bank tətbiqi ilə olduğun yerdə vaxt itirmədən rəsmiləşdir. Bir bank Azərbaycan Respublikasının Mərkəzi Bankının 14 may 2025-ci tarixli 244 nömrəli bank lisensiyası əsasında fəaliyyət göstərən Kapital Bank MT inşaadı. Planet FM'de reklam yerleştirmek için 012 311 30
Yəni ətirli qaraçay 10 manat 75 qəpik. Super qiymətlə keyfiyyətli məhsullar üçün. Doğru seçim. Hafta FM'de reklam. İndi arzuların üçün düz 70.000 manatadək nağd krediti Unibank'dan illik cəmi 9%-dən başlayaraq və 60 aya qədər əldə edə bilərsən. Planlarını həyata keçirməyə elə bugündən başla. Sadəcə sənə yaxın Unibank filialına gəl və ya 9 yaz 8117-yə göndər. Unibank ile Antalya, iki qitənin ritmi ilə möhtəşəm Mən də fikirləşim, sən də fikirləş. Bir o sözün qədər mənə fikirləş. Bugünlə bağlı ən vacib məqam. ...1986-cı ilin bugünü Ukraynada yerləşən Çernobil Atom Elektrik Stansiyasının 4 nömrəli enerji blokunun reaktorunda qəza baş verib. Nəticədə atmosferə böyük miqdarda radioaktiv maddələr yayıldı. Qəzanın nəticələrinin aradan qaldırılması üçün SSR-nin müxtəlif bölgələrindən təxminən 650.000 insan cəlb edilmişdi. Həmin şəxslər arasında 15.000-dən çox Azərbaycanlı da var idi. Qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatları 9 gün ərzində davam etmişdi. Qəzanın ən ağır təsirlərini stansiyaya yaxın yerləşən Pripyat şəhəri yaşadı. Pripyat bugünə qədər ölü şəhər kimi qalmaqdadır.
gözyaşı, ne bir yanlış yaptım.